Bunu keçmişdə çox danışmışam. Bir dərvişə deyirlər ki, bir zöhd əhli var, filan şəhərdə yaşayır zahid, məşhur zahiddir. Deyir, gedim bir görüm necə adam. Gedir, görür ki, böyük bir evdə yaşayır bu. Qapını döyür, xidmətçisi qapını açır. Deyir, bu filan kəsin evidir, deyir, hə, deyir, mən də dedim, görəsən, bu zahiddir, filandır, bunun evinə bax, bunun xidmətçisinə bax, filana bax. Heç nə, mən səhv gəlmişəm. O adam görür onu qapıya yaxınlaşır. Deyir, nəysə mənlə işim var. Deyir, mən səhv gəlmişəm. Səni zahid kimi tanıtdırmışdılar. Gəldim, gördüm evin, eşiğin, geniş maşallah evin var, eşiğin var, xidmətçin var, filan var. Səndən zahid çıxmaz. Mən gedim. Bu da ona deyir ki, hara gedirdin? Deyir, ziyarətə gedirəm Kərbəlaya. Gəldim, bir səndən mənəviyyat alam. Gördüm, sən mənəviyyat alınası adam deyilsən. Deyir ki, yaxşı, mən də gedirəm səninlə. Bu, yanında bir kuzu olur, qoyur yadından çıxır bu dərvişin. Qoyur bu adamın evində qalır, düzəlirlər yola. Gedirlər yola, birdən bu deyir, vay kuzəm qaldı sizdə. Bu həmin o zəngin adam, zahid adam, deyir ki, qalıb da kuzədir qalıb. Mən də o evi qoydum, heç kəsə tapşırmadım, çıxdım, getdim. Gedək yolumuza, ziyarət yolunda yox, qaydarsan, qorxma oradadır. Biraz gedir, deyir, kuzəm qalıb, qaydaq götürək. Qayıdıb gələndə deyir ki, görürsən, bu boyda mənim imarətim var idi, qoydum, getdim, heç narahat deyildim. Sən bir kuzəm var idi, ürəyin qaldı onun yanında, axır qaytardı səni. Bax, zöhd budur, zöhd azadlıq deməkdir, fəqirlik yox. Zahidliyin mənasıdır ki, adam azaddır, asılı deyil heç nədən. Kasıb diyor, ola bilər adam kasıbdır, amma asılıdır, dünya pərəst. Ola bilər adam zəngindir, amma azaddır, dünya pərəst deyil.